Investors Investor şirkəti sizi salamlayır. Avropa iqtisadiyyatına canlanma və ABŞ-da prezident seçkiləri fonunda qeyri-müəyyənliklər avronun qiymətinin dəyər qazanmasına, doların dünya valyuta birjalarında qiymətinin isə ucuzlaşmasına təsir edib. Avronun dolara nisbətən məzənnəsi 1 dolar 0,990 sentə kimi bağlaşdıqdan sonra Amerika Federal Ehtiyat Sisteminin bu həftə açıqlanacaq faiz qərarına kimi bir neçə gün ərzində 1 dolar 10 sent, 1 dolar 0,9 sent aralığında ticarət oluna biləcəyi gözlənilir. Doların dünya valyuta birjalarında ucuzlaşmaya başlaması qızıla olan tələbatı da artırıb. 1276 dollar ətrafında ticarət olunan qızılın 1 unsiya üzrə qiyməti yenidən 1283 dollar üzərində möhkəmlənərsə, əlavə olaraq 1292-1297 dollar kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda bugün Bakı vaxtı ilə saat 14:00-da Avrozonanın oktyabr ayı üzrə inflyasiya səviyyəsi də açıqlanacaqdır. Investors Investor şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.